Universitetində təhsil alan soydaşlarımızın üzərinə xüsusi təyinatlar yeridilib. İranın müxtəlif şəhərlərində soydaşlarımızı təhqir edən karikaturaya etiraz aksiyaları bugün də davam edib. Ötən gecə saat 10-dan etibarən Tehran Universitetinin tələbə şəhərciyində başlayan nümayiş səhər saat 7-də başa çatıb. İranın xüsusi təyinatlı qüvvələri aksiyanın qarşısını almaq məqsədi ilə tələbə şəhərciyini mühasirəyə alıb. Nəticədə əsgərlər tələbələr arasında toqquşma baş verib. Aksiyalar Təbriz və Tehranla yanaşı İranın Mərənd şəhərində də qeydə alınıb. Əl-Məhdi məscidi qarşısında toplaşan insanlara qarşı polis göz yaşardıcı qazdan istifadə edib. Urmiyada da 10 millələ soydaşımız ayağa qalxıb. Şəhər telekanalının yerləşdiyi binanın qarşısındakı miting 8 saat davam edib. İzdihamın telekanalı ələ keçirəcəyindən ehtiyatlanan xüsusi xidmət orqanları binanı yandırıb. Məlumata görə onlarla ölən və yaralanan var. Təkcə Təbrizdə 7 nəfərin həlak olduğu, 54-ünün isə yaralandığı bildirilir. Bir qədər əvvəl Təbriz xəstəxanasına yerləşdirilən yaralılardan 3-ünün keçindiyi barədə məlumat yayılıb. Repressiyaların miqyasını kiçiltmək məqsədi ilə təhlükəsizlik qüvvələri hətta xəstəxanalara da basqın edir. Təbrizin Şühəda xəstəxanasına yerləşdirilən 22 yaralı naməlum istiqamətə aparılıb. Günəş Ahmalı qızı, Son Xəbər. İranın Azərbaycandakı diplomatik nümayəndəliyi isə soydaşlarımızın təhqir olunmasına görə üzr istəmək fikrində deyil. Əksinə, səfir Əfşar Süleymanı baş verənlərə görə təhqir olunan və zorakılığa məruz qalanların özlərini ittiham edir. İranın ölkəmizdəki səfiri Əfşar Süleymani mətbuat konfransı keçirəndə elə düşündü ki, diplomat İran hökuməti adından bütöv bir xalqın təhqir olunmasına görə üzr istəyəcək. Amma İran elçisi bizlərə növbəti dəfə nə qədər sadəlöv olduğumuzu anlattı. Onlarla insanın ölümünə, yüzlərlə insanın yaralanmasına və itkin düşməsinə səbəb olan bir təhqirə görə üzr istəməyi belə özünə yarava bilməyən Əfşar Süleymani əvəzində ötən gün təbii hiddətdən doğan qəzəb içində bir qrup insanın İran bayrağını yandırmasına görə haqq hesab çürütməyə başladı. Dünən bizim bayrağı burada təhqir ediblər. O bayraq İran bayrağıdır və bütün İranlının bayrağıdır. Maraqlıdır, elə təəssürat yaranır ki, dünya Azərbaycanlılarının qurultayında tarixi köklərə və dəyərlərə əsaslanan və reallığa söykənən bəyanatlardan sonra bütün diplomatik və etik normaları unudan səfir Süleymani sanki bir xalqın təhqir olunmasından hiddətlənməyəcəyini gözləyirdi. Görünür, İran hökumətinin iradəsini təmsil edən bu şəxs Azərbaycanlıları ayaq üstə görməkdən həm hiddətlənib, həm də bir qədər özünü itirib. O qədər itirib ki, rəsmi dövlət qəzetində çap olunan karikaturanı gah bir nəfərin şıltaqlığı, gah xəta, gah da yad ünsürlərin müdaxiləsi adlandırır. Amerikada içindədir, o birisilər də içəridə qabaqçı faktlar da var. Yəni, olar ki, indi ümumiyyətlə İranın qanun şəkildə beynəlxalq hüquqlara uyğun öz haqqını istəyir və inkişaf edir. Onu istəmir, bu məsələlərdə əli var. Cənab səfiri bilməmiş olmaz. Rəsmi dövlət qəzetində səslənən hər bir fikir dövlətin mövqeyini əks etdirir. Digər tərəfdən, əgər Əfşar Süleymaninin dediyi kimi dövlət qəzetinə yad ünsürlər yol tapa bilirsə, onda İran öz dövlətçiliyinin taleyi barədə yaxşıca düşünməlidir. Həm də onu düşünməlidir ki, müasir dövrdə köhnəlmiş ənənələrə söykənərək insanlara qarşı terror və zülm yalnız əks təsir doğuran metoddur. Elə bugün İran səfirliyi yaxınlığında baş verənlər də bunu təsdiqləyir. Rus, Fars, Erməni, bunlar Türk'ün düşməni! Rus, Fars, Erməni, bunlar Türk'ün düşməni! Burada maraqlı bir faktın şahidi olduq. Gənc Türklər Birliyinin fəalları dinc şəraitdə öz şüarlarını səsləndirdiyi vaxt İranın İRNA agentliyinin əməkdaşı hadisələrin gedişinə müdaxilə etməyə çalışdı. Bu isə gəncləri daha da hiddətləndirdi. 22 mayda Təbrizdə keçirilən aksiya zamanı şovinist qüvvələrin vəhşiliyi nəticəsində 20-yə yaxın soydaşımız qətlə yetirildi. Yalandır, yanlış söyləmə. Yeri gəlmişkən aksiyanın bir neçə iştirakçısı polis tərəfindən saxlanıldı. Bəxtiyar Səlimov, Tural Bağırov, Son Xəbər. Təbrizdə baş verənlərə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov da münasibət bildirib. Onun sözlərinə görə diplomatik nümayəndəliyin hadisələrlə bağlı hər hansı mövqe nümayiş etdirməsi problem yarada bilər. Bu baxımdan baş verənləri İranın daxili işi kimi qiymətləndirmək daha düzgündür. Abbasəli Həsənov hadisələrin təfərrüatları barədə internet vasitəsilə məlumat almağı məqbul sayır. Azərbaycan İranın daxili işlərinə qarışmır. Statın sonu. Universitetində təhsil alan soydaşlarımızın üzərinə xüsusi təyinatlar yeridilib.
İranın müxtəlif şəhərlərində soydaşlarımızı təhqir edən karikaturaya etiraz aksiyaları bugün də davam edib. Ötən gecə saat 10-dan etibarən Tehran Universitetinin tələbə şəhərciyində başlayan nümayiş səhər saat 7-də başa çatıb. İranın xüsusi təyinatlı qüvvələri aksiyanın qarşısını almaq məqsədi ilə tələbə şəhərciyini mühasirəyə alıb. Nəticədə əsgərlər tələbələr arasında toqquşma baş verib. Aksiyalar Təbriz və Tehranla yanaşı İranın Mərənd şəhərində də qeydə alınıb. Əl-Məhdi məscidi qarşısında toplaşan insanlara qarşı polis göz yaşardıcı qazdan istifadə edib. Urmiyada da 10 millərlə soydaşımız ayağa qalxıb. Şəhər telekanalının yerləşdiyi binanın qarşısındakı miting 8 saat davam edib. İzdihamın telekanalı ələ keçirəcəyindən ehtiyatlanan xüsusi xidmət orqanları binanı yandırıb. Məlumata görə onlarla ölən və yaralanan var. Təkcə Təbrizdə 7 nəfərin həlak olduğu, 54-ünün isə yaralandığı bildirilir. Bir qədər əvvəl Təbriz xəstəxanasına yerləşdirilən yaralılardan 3-ünün keçindiyi barədə məlumat yayılıb. Repressiyaların miqyasını kiçiltmək məqsədi ilə təhlükəsizlik qüvvələri hətta xəstəxanalara da basqın edir. Təbrizin Şühəda xəstəxanasına yerləşdirilən 22 yaralı naməlum istiqamətə aparılıb. Günəş Ahmalı qızı, Son Xəbər. İranın Azərbaycandakı diplomatik nümayəndəliyi isə soydaşlarımızın təhqir olunmasına görə üzr istəmək fikrində deyil. Əksinə, səfir Əfşar Süleymanı baş verənlərə görə təhqir olunan və zorakılığa məruz qalanların özlərini ittiham edir. İranın ölkəmizdəki səfiri Əfşar Süleymani mətbuat konfransı keçirəndə elə düşündü ki, diplomat İran hökuməti adından bütöv bir xalqın təhqir olunmasına görə üzr istəyəcək. Amma İran elçisi bizlərə növbəti dəfə nə qədər sadəlöv olduğumuzu anlattı. Onlarla insanın ölümünə, yüzlərlə insanın yaralanmasına və itkin düşməsinə səbəb olan bir təhqirə görə üzr istəməyi belə özünə rəva bilməyən Əfşar Süleymani əvəzində ötən gün təbii hiddətdən doğan qəzəb içində bir qrup insanın İran bayrağını yandırmasına görə haqq hesab çürütməyə başladı. Dünən bizim bayrağı burada təhqir eləyiblər. O bayraq İran bayrağıdır və bütün İranlının bayrağıdır. Maraqlıdır, elə təəssürat yaranır ki, dünya Azərbaycanlılarının qurultayında tarixi köklərə və dəyərlərə əsaslanan və reallığa söykənən bəyanatlardan sonra bütün diplomatik və etik normaları unudan səfir Süleymani sanki bir xalqın təhqir olunmasından hiddətlənməyəcəyini gözləyirdi. Görünür, İran hökumətinin iradəsini təmsil edən bu şəxs Azərbaycanlıları ayaq üstə görməkdən həm hiddətlənib, həm də bir qədər özünü itirib. O qədər itirib ki, rəsmi dövlət qəzetində çap olunan karikaturanı gah bir nəfərin şıltaqlığı, gah xəta, gah da yad ünsürlərin müdaxiləsi adlandırır. Amerikada içindədir, o birisilər də içəridir, qabaqçı faktlar da var. Yəni, onlar ki, indi ümumiyyətlə İranın qanun şəkildə beynəlxalq hüquqlara uyğun öz haqqını istəyir və inkişaf eləyir, onu istəmir, bu məsələlərdə əli var. Cənab səfiri bilməmiş olmaz, rəsmi dövlət qəzetində səslənən hər bir fikir dövlətin mövqeyini əks etdirir. Digər tərəfdən, əgər Əfşar Süleymaninin dediyi kimi dövlət qəzetinə yad ünsürlər yol tapa bilirsə, onda İran öz dövlətçiliyinin taleyi barədə yaxşıca düşünməlidir. Həm də onu düşünməlidir ki, müasir dövrdə köhnəlmiş ənənələrə söykənərək insanlara qarşı terror və zülm yalnız əks təsir doğuran metoddur. Elə bugün İran səfirliyi yaxınlığında baş verənlər də bunu təsdiqləyir. Rus, Fars, Erməni, bunlar Türk'ün düşməni. Rus, Fars, Erməni, bunlar Türk'ün düşməni. Burada maraqlı bir faktın şahidi olduq. Gənc Türklər Birliyinin fəalları dinc şəraitdə öz şüarlarını səsləndirdiyi vaxt İranın İRNA agentliyinin əməkdaşı hadisələrin gedişinə müdaxilə etməyə çalışdı. Bu isə gəncləri daha da hiddətləndirdi. 22 mayda Təbrizdə keçirilən aksiya zamanı şovinist qüvvələrin vəhşiliyi nəticəsində 20-yə yaxın soydaşımız qətlə yetirilib. Yalan yanlış söylənmə. Yeri gəlmişkən aksiyanın bir neçə iştirakçısı polis tərəfindən saxlanıldı. Bəxtiyar Səlimov, Tural Bağırov, Son Xəbər. Təbrizdə baş verənlərə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov da münasibət bildirib. Onun sözlərinə görə diplomatik nümayəndəliyin hadisələrlə bağlı hər hansı mövqe nümayiş etdirməsi problem yarada bilər. Bu baxımdan baş verənləri İranın daxili işi kimi qiymətləndirmək daha düzgündür. Abbasəli Həsənov hadisələrin təfərrüatları barədə internet vasitəsilə məlumat almağı məqbul sayır. Azərbaycan İranın daxili işlərinə qarışmır. Statın sonu.